Azərbaycan Dövlət Aqrar Universitetində 26 fevral Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Dövlət himni səsləndirilib. Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı törədilən soyqırımının tarixi və siyasi mahiyyətindən danışılıb. Universitetin rektoru Zəfər Qurbanov bildirib ki, Xocalı faciəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə şəhidlərimizin qisasının alınması deməkdir. Qeyd olunub ki, 2023-cü ildə keçirilən antiterror tədbirlərindən sonra Xocalıda Azərbaycan bayrağı ucaldılıb və şəhərdə yenidən qurma işləri davam etdirilir. Tədbirdə faciə şahidləri çıxış edərək həmin gecənin dəhşətlərini bölüşüb. Xocalı həqiqətlərinin gələcək nəsillərə çatdırılmasının vacibliyini bildiriblər. Sonda tələbələrin ifasında Xocalıya həsr olunan şeirlər səsləndirilib.